Salam, hər vaxtınız xeyir. Bu gün biz Şimali Amerikaya məxsus olan əsas coğrafi obyektləri xəritədə göstərəcəyik. Şimali Amerikanın şimal ucqar nöqtəsi Mersison burnu, cənub ucqar nöqtəsi Mariato burnu, şərq ucqar nöqtəsi St. Charles burnu və qərb ucqar nöqtəsi Uels Şahzadəsi burnudur. Şimali Amerikanın qərb hissəsi hündür, şərq hissəsi isə alçaq ərazilərdən ibarətdir. Şimali Amerikanın qərbində Kordilyer dağ sistemi yerləşir. Kordilyer dağ sistemi özü 3 hissədən ibarətdir. Şərq, mərkəz və qərb hissələrdən. Kordilyerin şərq hissəsində burada qarışıq göstərilsə də qayalı dağlar yerləşir. Mərkəz hissəsində hündür düzənliklər, məsəl üçün yaylalar, platolar yerləşir. Məsələn, Yukon yaylası, Kolumbiya yaylası, burada biz Böyük Hövzə yaylasını, Colorado platosunu, Meksika yaylasını misal çəkə bilərik. Və Kordilyerin qərb hissəsində isə nisbətən hündür cavan dağlar yerləşir. Sahil silsiləsi, Kaskad dağlarını bura misal çəkə bilərik. Şimali Amerikanın və Kordilyerin ən hündür hissəsi Denali zirvəsidir, 6194 metr və Şimali Amerikanın ən aşağı nöqtəsi isə Ölüm dərəsidir. Okean səviyyəsindən 86 metr aşağıda yerləşir. Şimali Amerikaya aid olan əsas vulkanlardan Rainier vulkanı, Shasta vulkanı, daha cənub hissələrdə biz misal çəkə bilərik Kolima vulkanını, Popocatepetl vulkanı, Orizaba vulkanı, Taxomulko vulkanı, Momotombo vulkanlarını biz Şimali Amerikaya məxsus olan əsas vulkanlar arasında götürə bilərik. Şimali Amerikada Meksika bölgəsində Kordilyer dağları nisbətən daralmış vəziyyətdədir və Meksikada Kordilyerə Sierra Madre deyirlər. Meksika yaylasının şərq hissəsində Şərqi Sierra Madre, qərb hissəsində isə Qərbi Sierra Madre yerləşir. Şimali Amerikanın şərq hissəsi dediyimiz kimi nisbətən alçaq ərazilərdən ibarətdir. Məsələn, bura aiddir Meksika yanı ovalıq, Mississippi ovalığı, Atlantik yanı ovalıq, mərkəzi düzənliklər və Kordilyer dağlarına keçid hissədə nisbətən hündür düzənlik, böyük düzənliklər yerləşir. Və Şimali Amerikanın şərq hissəsində biz qədim alçaq dağlardan Appalas dağlarını misal çəkə bilərik. Appalas dağlarında çoxlu kömür yataqları vardır və ən hündür zirvəsi Mitchell zirvəsidir. 2037 metr hündürlüyə malikdir. Şimali Amerikanın sahillərində əsas dənizlərdən biz Beaufort dənizini, Baffin dənizini, Labrador dənizini, sahilsiz dəniz olan Sarqas dənizini, Karib dənizini misal çəkə bilərik. Digər su hövzələrindən biz Meksika körfəzi, Maine körfəzi, qabarma çəkilmənin çox hündür olduğu Maine körfəzinin şimalında Fundy körfəzi. Burada qabarma çəkilmənin hündürlüyü maksimum 18 metrə çatmışdır. Burada müqəddəs Lavrenti körfəzini misal çəkə bilərik. Davam edəsək burada Hudson körfəzi, Alyaska körfəzi, Kaliforniya körfəzi Şimali Amerikaya məxsus olan əsas körfəzlər arasındadır. Boğazlardan biz Şimali Amerika ilə Avrasiyanı bir-birindən ayıran Bering boğazını, Şelikhov boğazı burada yerləşir. Burada davam edəsək Florida boğazı, Hudson boğazı, Davis boğazını misal çəkə bilərik və Şimali Amerikanın cənubunda həmçinin Panama kanalı da yerləşir. Davam edəsək Şimali Amerikada yerləşən əsas adalardan gördüyümüz kimi dünyanın ən böyük adası Grenlandiyada məhz burada yerləşir. Fiziki olaraq bu ada Şimali Amerikaya məxsus olsa da, dövlət olaraq Danimarkaya məxsusdur. Hansı ki Danimarka Avropada yerləşir. Burada Kanada Arktika arxipelaqı yerləşir. Kanada yəni arxipelag adalar qrupu deməkdir və bu adalar qrupunda əsas adalar misal çəkəcəyik biz Baffin torpağını, Victoria adası, Banks adası, Ellesmere adası və Devon adasını Kanada Arktika arxipelaqına aid olan əsas adalar sırasında çəkə bilərik. Davam edəsək qərb hissədə biz Alexander arxipelaqını, Kraliça Charlotte adalarını, Vancouver adasını misal çəkə bilərik. Və burada əsas adalardan biz misal çəkəcəyik Böyük Antil arxipelaqına aiddir burada. 3 ada görəcəyik əsas adalardan biz Kuba adasını, Haiti adasını, Yamayka adasını görə bilərik. Həmçinin bu ərazidə Baham adaları da yerləşir. Və Kanadaya məxsus olan Newfoundland adası da həmçinin bu ərazidə yerləşir. Və yarımadalardan isə biz Labrador yarımadası, Ungava yarımadası, burada Butte yarımadası, onun şərq hissəsində Melville yarımadası, bu hissədə Alyaska yarımadası, Kaliforniya yarımadası, Yucatan yarımadası, Florida yarımadasını biz Şimali Amerikaya məxsus olan əsas yarımadalar sırasında götürə bilərik. Şimali Amerikanın əsas çaylarından danışası olsaq, Şimali Amerikada ən uzun və ən əsas çay Mississippi çay sistemidir. Mississippi çay sisteminə aiddir. Deməli, əsas qollardan biz Missouri çayını, Arkansas çayını, Ohio çayını misal çəkə bilərik. Digər çaylardan Şimali Amerika ilə daha doğrusu Amerika Birləşmiş Ştatları ilə Meksika sərhədində Rio Grande çayı, dağ çaylarından Colorado çayı, Kolumbiya çayını misal çəkə bilərik. Donan çaylardan Yukon çayı,
Mackenzie çayı əsas çaylardandır. Həmçinin bu ərazidə Churchill çayı, Nelson çayı da yerləşir. Bu ərazidə biz deməli Erie gölündən Ontario gölünə tökülür Niagara çayı. Niagara çayı üzərində də məşhur şəlalə Niagara şəlaləsi yerləşir və Ontario gölündən də Müqəddəs Lavrenti körfəzinə Müqəddəs Lavrenti çayı tökülür. Əsas göllərdən isə biz misal çəkəcəyik burada böyük göllər. Böyük göllər özü 5 göldən ibarətdir. Yuxarı göl, Huron gölü, Michigan gölü, Erie gölü və Ontario gölü. Şimal hissədə donan deməli göllərdən biz Böyük Ay gölünü, onun cənubunda Böyük Qul gölü, daha cənubda Athabasca gölü, lap daha cənubda Winnipeg gölünü misal çəkə bilərik və eyni zamanda Kordillerin mərkəz hissəsində biz Böyük Duzlu gölü də misal çəkə bilərik.